İndi isə 37 tipində sualların izahından birisinə baxaq. 16-lıq say sistemində olan ən kiçik 15 rəqəmli ədədin ikilik say sistemindəki yazılışında olan 0 rəqəmlərinin sayı. 16-lıq say sistemində olan ən kiçik 15 rəqəmli ədəd hansıdır? Yəni, bir arxasında belə deyək, 15 rəqəmli deyirsə, bir arxasında 14 ədəd 0 olmalıdır və bu da 16-lıq say sistemi deyirsə, əsasında 2/4 kimi göstərməliyik. Çünki 16-lıq say sistemində bu 2/4, bir arxasında 14 ədəd 0, 2/4 16, 16-lıq say sistemində 1 0, ardınca da 14 ədəd 0 olanda olur 15 rəqəmli ədəd. 2/4 üstü 14, 1 arxasında 14 dənə 0. 2 üstü bu edir ikilik say sistemində 2 üstü 4 dəfə 4 16, 6 yazaraq bir yadda, yəni 2 üstü 56 edir. 2 üstü 56 ikilik say sistemindəki yazılışında olan 0 rəqəmlərinin sayı. Bu isə ikilik say sistemində 1 ardınca 56 ədəd 0 deməkdir. Bax, burada 56 ədəd 0. İndi bizdən də ikilik say sistemindəki yazılışında sıfırların sayını, yəni də 56-nı soruşur. Cavab olur C variantı. 39 və 41 tip suallar. Gəlin birinə baxaq. 39-cu sualda A, C, D, B 8-lik say sistemində verilmiş və bir də bir şərt verir olan 4 rəqəmli bir ədəddir. Və bu ardıcıllıq mütləq nəzərə alınmalıdır. A, C, D və B. A verilmiş say sisteminin ən böyük rəqəmidir. 8-lik say sisteminin rəqəmləri hansılardır? Simvolları 0, 1, 2, 3, 4, 5, 6 və 7. Bu say sisteminin ən böyük rəqəmi olur 7. Deməli, A bərabərdir 7-yə. D verilmiş say sisteminin sadə rəqəmidir. C verilmiş say sistemində 4-ə bərabərdir. C-nin yerinə yazırıq 4. B verilmiş say sisteminin ən kiçik sadə rəqəmidir. Bu say sistemində ən kiçik sadə rəqəm hansıdır uşaqlar? Ən kiçik sadə rəqəm olur 2. Deməli, B bərabər olur 2-yə. Sadə rəqəmlər hansılardır burada? 2, 3, sonra 5 və 7. Sadə rəqəmlər yalnız 1-ə və özünə bölünən rəqəmlərdir. Ən kiçiyi oldu 2. Burada da bizə verilmişdir. D verilmiş say sisteminin sadə rəqəmidir və fərqli rəqəmlərdirsə, artıq buradakı şərtə baxıram. D böyük olmalıdır B-dən. B-ni 2 tapdıqsa 2-dən böyük və C-də D-dən böyükdür. 4-dən kiçik olan sadə rəqəm 3-dür. 7432. 8-lik say sistemində belə bir ədəd aldıq. Bu ədəd 16-lıq say sistemində yazılmışır. 8-lik say sistemində olan bir ədədi 16-lığa keçmək üçün ya 10-luğa, ya da 2-liyə keçib, sonra 16-lığa keçməliyik. Gəlin ikilik say sisteminə keçək. Bu rəqəmi 4, 2, 1 qaydasını rəqəmləri tətbiq etsək. Alarıq burada 1, 1, 1. Niyə? Çünki 4, üstə gələk 2, üstə gələk 1. Üçünün də cəmini istifadə edəndə 7 alır. Yəni, üçünün də yerinə 1 yazırıq. 4-ün yerində olur 1, 0, 0. 3-ün yerində olur 0, 1, 1. 2-nin yerində olur 0, 1, 0. İndi bu verilmiş ikilik rəqəmi 4-4 ayırsaq, artıq biz 16-lıq say sisteminə keçə bilərik. Niyə 4, 4, 16, 2 üstü 4. Sondan başlayırıq. 1, 2, 3, 4. 1, 2, 3, 4. Və bu da elə özü, bunu səliqəli yazaq, seçə biləsiniz. Özü elə 4 rəqəmlidir. Artıq biz burada
8, 4, 2, 1 qaydasını 16-lıq say sistemindən artıq 16-lıq say sisteminə keçirəmsə 8, 4, 2, 1 qaydasını tətbiq edirəm. Gördüyünüz kimi bütün rəqəmlərin altında 1 var. Yəni hamısını toplayanda verir f-i. 8, 4, 2, 1 qaydasından bu olur 1. Bu olur 8, 4, 2, 1. 8 ilə 2-ni toplayanda 10. 10 da 16-lıq say sistemində a-ya bərabərdir. Olur f1a. Cavab olur D variantı. 41 də həmin tipdəndir. Verilən fikirlərə uyğun rəqəmləri yerinə yazaraq sondakı rəqəmi almaq mümkündür. 42 fərqli tiplərdən biridir. 42 tipinə bir baxalım. Burada 8-lik say sistemində bu hesablamanın 8-lik say sistemində olduğunu bilərək və bizə belə bir şərt verir. Bu bərabərsizliyə əsaslanaraq bu cəmin ən kiçik qiymətini tap. Burada bir dənə açar söz var, ən kiçik. 8-lik say sisteminin deməli mən ən kiçik rəqəmlərini yazmalıyam ki, bu cəmdə ən kiçik nəticə alsın. Baxıram ki, görürsünüz, deməli x böyükdür k-dan, böyükdür m-dən. Bu qayda ilə bu şərti ödəyən ən kiçik rəqəmlərin ardıcılığını yazsaq, s olar 0, 1, 2, ən kiçik rəqəmləri yazmalıyam. 3 və 4. Bu oldu 8-liyin ən kiçik rəqəmləri və şərtimizi də ödəyir. Bu tapdığımız rəqəmlərdən istifadə edək. İndi yerinə yazaq. 6. X-nın yerinə nə tapdıq? 4 yazırıq 4. L-in yerinə tapdıq. Burada 1 yazırıq 1. O-nun yerinə bu 0'dır, yox. Bu 0. S-in yerinə də yenə 0 tapdıq. Üstə gələk. M-in yerinə tapdıq 2, 1, K-nın yerinə 3, 4 və 3. Və unutmuruq ki, bu 8-lik say sistemindədir. Bu hesablama 8-lik say sistemindədir. Deməli, mən bunu 8-liyə uyğun olaraq cəmləməliyim. 0-ın üzərinə 3, 3, 0-ın üzərinə 4 eləyir 4, 1-in üzərinə 3, 4, 4-ün üzərinə 1, 5, 8-lik say sistemində bu rəqəmlər var deyə olduğu kimi yazıram. 6-nın üzərinə 2 gəlirəm, 8, 8-lik say sistemində yoxdur. Çevirirəm, 8 onluq say sistemindədir də. Çevirirəm 8-lik olur 1, 0. Doğru cavab variantımız olur D.